Salam dəyərli şagirdlər, mən Xədicə Baxşalıyeva. Bugün sizlərlə birlikdə 4-cü sinif üçün keçirilən monitorinq imtahanının ingilis dili sualları ilə tanış olacağıq. Sizə məsləhətim odur ki, mən sualların doğru cavabını deməmişdən əvvəl siz doğru cavabları özünüzdə qeyd edin, daha sonra isə mənim dediyim doğru cavablarla onları yoxlayın. Uyğunlaşıb, uyğunlaşmadığını müəyyən edin. 41-dən başlayırıq. Choose the correct variant, düzgün variantı seçin. How old is your grandma? Deyir ki, nənənizin və yaxud da nənənin neçə yaşı var? Our grandma is 4 years old. Deyir, bizim nənəmizin 4 yaşı var. Siz uşaqlar, nənənin 4 yaşı ola bilərmi? Əlbəttə, xeyr, 4 yaşında uşaq olur. She is 71. Deyir ki, o 71'dir. Bu doğru cavabımızdır. He is 86. O 86'dır. He is 86. Müəllimə, bu variantı niyə olmadı? Ona görə olmadı ki, he nədir? Odur. She nədir? She də odur. Amma she-ni biz qadın cinsi üçün istifadə edirik. He-ni isə kişi cinsi üçün istifadə edirik. Grandma nədir? Nənə deməkdir. Nənə nədir? Qadın cinsinə. Deməli, he bu yüzden uyğunlaşmaz. Və sualımız odur ki, yaşı neçədir sizin nənənizin? She is fine. O yaxşıdır demək olar mı? Xeyr, məntiqi uyğunsuzluq olar. Deməli, uşaqlar, bu sualda doğru cavabımız nə oldu? B variantı, bəli. 42-dən davam edirik. Find the letters, hərfləri tapın. Deməli, C və N hərflərini görürük. Düşünürük ki, biz C və N hərfləri olan hansı ayı keçmişik? Əlbəttə, June keçmişik, yəni iyun. C ilə başlayan başqa ayımız da var. Bəli, Julay'dır. Amma burada C və N hərfləri verildiğine görə doğru cavabımız olacaq A variantı. Devam edirik 43-cü sualına. Choose the correct variant. Düzgün variantı müəyyən edin. What's the date today? De bugün ayın neçəsidir? At night. Axşam. Xeyr. Yesterday, dünən. At 10 o'clock. Saat 10'dur. D. 26th of August. Avqustun 26'sıdır. Yəni bugün ayın neçəsidir? Avqustun 26'sıdır. Doğru cavabımız D olacaq. Devam edirik 44-cü sualına. Choose the correct variant. Düzgün variantı seçin. What time is it? Deyir ki, saat neçədir? Buradan görürük biz. 9:30 görürük. Düzdür. Deyir ki, it is 9 o'clock. 9 o'clock. Yəni 9 tamamdır. Əlbəttə bu doğru deyil. It is 10:30. Biz bilirik ki, half past olanda ingilislərdə 1 saat əvvəldir. Məsələn, bizdə nə deyirik 9:30? Deyirik ki, onun yarısıdır. Amma ingilislər bunu 1 saat əvvələ çəkirlər. Yəni, it is 10:30, onlarda 10:30 deməkdir. Bizdəki 10:30. Ona görə bu cavabımız olmayacaq. It is 9:30. Bəli, 9:30. İngilislər 1 saat əvvələ çəkdiyi üçün doğru cavabımız C olacaq. It is 8:30 nə olacaq? Mən deyim olar. Olacaq 8 and sorry. Yəni it's 8:30 olacaq. 8'in yarısı. Onlar 8'in yarısına 8:30 deyirlər. Amma bizdə 8'in yarısı əlbəttə ki 7:30'dur. İngilislərdə biz 1 saat geri çəkirik. Deməli, translate the sentence. Düzgün variantı seçin. Düzgün tərcüməni seçməliyik uşaqlar. Deyək ki, bu oğlan onun qardaşıdır. Bu oğlan. Birinci oğlan nədir? Boydur. Girl nədir? Qızdır. Bu variantımıza çıxdıq. This boy. Bu oğlan onun qardaşıdır. Onun qardaşıdır. My nədir? Mənimdir. Səhvdir demək ki. Her friend. Friend nədir? Dost deməkdir. Qardaş deməkdirmi? Xeyr. Doğru cavabımız B variantı. This boy is her brother. Bu oğlan onun qardaşıdır. Doğru cavabımız nə olacaq? B variantı olacaq. 46-cı sualdan başlayırıq. Complete, tamamlayın. September, Oktober, Sentyabr, Oktyabr, November. Bəli, noyabr ayıdır. Doğru cavabımız A olacaq. December, Dekabr, August, January, yanvar. Sentyabr, Oktyabr, noyabr ardıcılığına olduğuna görə biz də ingilislərdə September, October, November olaraq davam edirik. Choose the correct variant, düzgün variantı seçin. April is the month of the year. Deyir ki, April ilin neçənci ayıdır uşaqlar? İlin neçənci ayıdır April? April ilin 4-cü ayıdır. Düzdürmü? Yanvar, fevral, mart, aprel.
Fifth nədir? 5-ci. 5-ci ay maydır. First nədir? 1-ci yanvardır. Third nədir? 3-cü martdır. False. Doğru cavabımız D olacaq. April is the fourth month of the year. April ilin 4-cü ayıdır. Bəli. D variantı doğru olacaq. Davam edirik 48-ə. Make up a sentence. Cümlə qurun. Deməli, burada ingilislərdə ümumiyyətlə baxaq görür uşaqlar. My birthday, mənim ad günüm. Mənim ad günüm is in February. Deyək ki, mənim ad günüm fevraldadır. In February. Cümlənin ən axırına göndəririk onu. 2-5. Doğru cavabımız C olacaq. A niyə olmadı? Izdir. İzlə cümlə başlayarmı? Xeyr. My birthday February is in. Xeyr. My February is in my birthday. Deyir ki, fevral mənim ad günümdədir. Sizcə belə bir cümlə ola bilərmi? Xeyr, əlbəttə ki. Mənim ad günüm fevraldadır. My birthday is in February. Doğru cavabımız C variantı olacaq. Bəli. 49-dan davam edirik. Tamamlayın. Complete. Fifth nədir? 5-ci. Fourth 4-cü. Third 3-cü. Burada nə olacaq? 2-ci. 2-ci nədir? Second'dır. First nədir? 1-ci. Six nədir? 6-cı. Two nədir? 2. Doğru cavabımız B olacaq. Second, ikinci. Niyə two olmadı müəllimə? Çünki biz burada sıra saylarından bəhs edirik. Düzdür? Sıra saylarından bəhs etdiyimizə görə biz burada second, yəni ikinci olan variantı seçməliyik. 50-ci suala baxırıq. Choose the correct variant. Düzgün variantı seçin. My father's brother is my. Deyək ki, mənim atamın qardaşı mənim nəyim olur? Is my uncle. Bəli, əmim olur. Uncle həm dayı, həm də əmi deməkdir. Brother, qardaş. Aunt, xala bibi. Nephew isə bacı oğlu, qardaş oğlu deməkdir. Deməli, doğru cavabımız A variantı olacaq. Uşaqlar, bugünkü izahımız bununla da sona çatdı. Hər biriniz ümid edirəm ki, sizin üçün aydın oldu bütün suallar. Yenə də suallarınız varsa şərh bölməsində qeyd etməyi unutmayın. Görüşərik növbəti izahlara qədər. Kanala abunə olmağı, yoldaşlarınızla paylaşmağı, dostlarınızla bölüşməyi, like atmağı, yorum yazmağı, şərh bildirməyi unutmayın. Sağ olun, salamatla qalın.